Aksaray filial adından, bütün Aksavanlar adından, Aksaray şehitlerinin aileleri adından, gazileri adından kardeşim seni tebrik edirəm. Ben Azerbaycan Ağırbaşı'ndan gelmişim. Ve bütün cəllabatlara, belə soğanlara, ümumiyyətlə hörmətim daha yüksekdir. Onlarla bir yerdə döyüş geçmişim. Ve qəhrəman cəllabatlar deyək. Ve bu 44 günlük müharibədə en çok şehit vermiş cəllabatlar. Bu günleri biz burada toplaşmışız. Kardeşim, Gazi kardeşimizin balasının xeyir işine. Onun sevinç günüdür. Onun şad günüdür. Ben de öz növbəmdə hem bütün cəllabatları hem de bütün Azerbaycan halkını tebrik edirəm ki, bir Gazi kardeşimizin balası bu günleri aile kurur. Allah ona xoşbəxt eləsin. Qoşa qarısına kardeş. Çok sağ olun, minnətdarım. Elçin buraya yakınlaşayımət olmasa bizim en sevdiğim dostlarımızdan biri Elçin Cəllabatlarımızın en kabiliyetli kardeşlerimizden biri Elçin. Ben istəyirəm sözü aksakallarımıza verək, Səfa müəllimə söz verək. Bizim Cənub bölgesinin hem de aksakallıdır, bölge nümayəndəmizdən hem de Lənkəran filialı səhvlidir. Tüm ziyafət məclisinə toplaşan insanların hamısını salamlayıram. Xüsusilə vətən, xalq üçün öz sağlamlığı qurban verin. Değerli kardeşleri, Gazi kardeşlerimizi de salamlayıram. Bugünkü toy adi sıradan bir toy değil. Bugünkü toy fərqli bir toydur. Çünkü bu toyun sahibi öz fiziki sağlamlığını bu vətən üçün, bu millət üçün qurban veren Gazi kardeşimiz Asəfin balasının toyudur. Asəf, kardeş ilk önce belə güzel övlad büyüklüğüne göre sana teşekkür edirəm. Allah sənin qalını xoşbəxt eləsin. Bu güzel cütlüyə bir ölüm xoşbəxtliyi arzu edirəm. Bir yerde yaşayıp karşılıklı sevgi, karşılıklı məhəbbət sayesinde ömürlerini, Allah'ın verdiği ömür paylarını qocalana kimi bir yerde yaşasınlar. Ən əsası bu il inşallah sənin kucağında bir nəvə olsun inşallah. Təbrik edirəm, xoşbəxt olsunlar. Tüm Lənkəran döyüşçüləri adından şəxsən. Bizim Cənub bölgesini döyüşən oğulları adından təbrik edirəm. Allah xeyir versin, xoşbəxt olsun. Çok sağ olun. İki aksakkala söz verdik. İlk de filiallarımızın en genç sərdirlərindən biri bir aksakkala ve gence söz verirler. Araz müəllimi dəvət edirəm. Araz müəllimimizin Göygöl filialının sədrli o hakikaten çok böyük işler görür. Araz müəllim zəhmət olmasa buyur ve sözlerini buyur. Ondan sonra yine de aksakkala söz vereyim. Teşekkür ederim ben de tüm aksakallarımı salamlayıram. Mənim əziz qardaşım aksakallarımı salamlayıram. Aksaklarda şu olan aydın olsun. Ben de bugün gördüm şəhidlərləri, qazilər adından bütün bu gözəl günü təbrik edirəm. Bu gözəl babaları Allah'tan xoşbəxtlikdən arz edirəm. Bəli, hamımızın bildiğimiz kimi 44 gün vətən müharibəsi 30 il işğal altında qalan torpaqlarımızı Azərbaycan xalqının alındakı qara ləkəni bizim şəhidlərimiz, bizim qazilərimiz, bizim müharibə veteranlar, bizim Müzəffər Ali Baş komandanlığı altında işğaldan azad oldu. Azərbaycan xalqı bütün dünya sübut elədi ki, Azərbaycan xalqı birdir və onun Müzəffər Ali Baş komandanlığı və onun qaziləri və devləti var, xalqı var. Biz bütün dünya sübut elədi ki, Azərbaycan xalqı döyüşə hər zaman hazırdır. Lazım olan yerdən Allah'a qadirdir. Bəli, şəhidlərimiz oldu, Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimiz var, Allah can sağlığı versin, Allah şəfa versin. Veteranlarımız var, Allah ömür versin. Bəli, 92-93 qaziləri var, şəhid oğulları var, veteranlar var. Bugün döyüşənlər də şəhid oğulu, qazi oğlu, veteran oğlu olubdur. Onları almışlar. Yani bizim evlatlarımız bugün gene bizim yani 80% müdafiə elədiyimiz torpağı 20%'ni bizim genç qaziler aldı, şəhidlərimiz aldı, veteranlarımız aldı ve bizim davamçılarımızdır. Biz de fəxr edir ki, Azərbaycanın belə qeyrətli olanları var. Bir daha Allah şəhidlərimizə rəhmət eləsin. Asaf qardaş, gözün aydın olsun. Allah qazilərimizi qorusun. Allah şanlı ordumuzu qorusun.
Allah devletimizi korusun. Yaşasın Azerbaycan xalqı. Yaşasın Muzaffer Ali Başkomandan tarafları. Qarabağ Azerbaycan'dır. Sağ olun, sağ olun, sağ olun, sağ olun. Sağ olun. Ya sizin uşağınız kimsə danışmaq istəyir?